Здравствуйте, добрый день, дорогие ученики! Добро пожаловать на mой канal Уроки русского языка. Salam əziz tələbələrimiz, xoş gəlmisiniz mənim Rus dili kanalımıza. Мы сегодня с вами снимаем видео, 4 урок из 2 класса новой версии. Sizinlə bugün 4-cü dərsini çəkirik. 2-ci sinifin yeni versiyasının 4-cü dərsinin videosunu çəkirik. Наша тема называется «Наш режим дня». Bizim mövzumuz adı belədir ki, bizim rejimimiz. Gün ərzində olan bizim rejimimiz haqqında olacaq. Так, как видим, опять картинки. Şəkillər görürük, две картинки. Первое задание – ответьте на вопросы по картинкам. Biz indi suallara cavab verəcəyik. Bu iki şəkil baxaraq deyəcəyik. Что вы видите на картинках? Şəkildə siz nə görürsünüz? Biz deyə bilərik ki, это утро, burada səhərdir, а здесь ночь, gecədir. Утро, ночь. Кто проснулся и что говорит папе? Deyir, kim oyanıb və atasına nə deyir? Biz burada bir yeni ifadə öyrənəcəyik. Sabahın xeyir ifadəsini öyrənəcəyik. Значит, девочка проснулась. Birinci deyirik, qız oyanıb, da, девочка проснулась и говорит папе доброе утро. Sabahın xeyir, доброе утро. Bax, belə demək lazımdır. Значит, девочка проснулась и говорит папе доброе утро. Кто ложится спать и что говорит mama? Deyir, kim yatmağa gedir, uzanıb yatır və ana nə deyir? Мальчик ложится спать. Bu hissədə мальчик ложится спать. А что говорит mama? Bəs ana nə deyir? Ana da deyəcək, gecən xeyrə, спокойной ночи. Спокойной ночи. Bax, bu da bizim ikinci ifadəmizdir. Sabahın xeyir, gecən xeyrə. Доброе утро, спокойной ночи. Какие еще вежливые слова вы знаете? Deyir, daha hansı nəzakət sözlərini siz bilirsiniz? Biz burada indi hamısını keçməmişik. Mən indi bir neçələrini deyim. Məsəl üçün, salam, здравствуйте, nəzakət sualıdır. Как у вас дела? Necəsiz? До свидания, sağ olun. Спасибо, çox sağ olun. Пожалуйста, zəhmət olmasa. Извините, bağışlayın. Bax, bunlar hamısı nəzakət sözləridir. Həmçinin доброе утро, спокойной ночи, добрый вечер, axşamın xeyir, добрый день, hər vaxtın xeyir. Bunlar hamısı nəzakət sözləri sayılır. Hansılar lazım olsa, əgər mənim dediyimlə də yaxşı yadınızda qalıb başa düşmürsünüzsə, çətinlik olursa, deyərsiniz, mən bunu yazaram kommentariyada və yaxud da videonun təsvir bölməsində paylaşaram. Задание второе. Прослушайте, повторите. Burada yenə qulaq asırıq və yenə təkrarlayırıq. Задание третье. Укажите картинки, название которых отвечает на вопрос «что». Deyir, elə şəkillər göstərin ki, hansı ki «что» sualına cavab verir. Nə sualına cavab verir. Azərbaycan dilində heyvanlara nə deyirlər, amma Rus dilində kim deyirlər? Ona görə bu 3 dənə heyvanı biz çıxacağıq. İnək, dovşan, pələng, biz bunları deməyəcəyik. Biz yalnız deyəcəyik parta. Что? Nə? Parta. Что? Доска. Lövhəyə də deyirik доска. Parta, доска. Задание 4. Повторите диалоги вслед за учителем, составьте новые по образцам. Yəni, bu dialoqu təkrarlayırsınız müəllimin arxasınca və yeni buna oxşar dialoqlar qururuq. Gəlin baxaq. Birinci bu oğlandır. Жаля, с чего начинается твой день? Deyir, Жаля, sənin günün necə başlayır? Утром я просыпаюсь, чищу зубы. Гасан, ты чистишь зубы каждый день? Səhər mən oyanıram, dişlərimi fırçalayıram. Həsən, sən hər gün fırçalayırsan dişlərini. Конечно, я чищу зубы утром и вечером. Əlbəttə, mən dişlərimi səhər və axşam fırçalayıram. Я тоже, mən də. İndi второй диалог, ikinci dialoqumuza baxaq. Leyla, ты занимаешься гимнастикой? Leyla, sən gimnastika ilə məşğul olursan? Да, гимнастика полезна для здоровья. А ты каким видом спорта занимаешься? Bəli, gimnastika sağlamlıq üçün faydalıdır. Bəs sən hansı idman növü ilə məşğul olursan? Я хожу на плавание. Mən üzgüçülüyə gedirəm. Kənan, плавание тоже полезно для здоровья. Kənan, üzgüçülük də bədən üçün çox faydalı, sağlamlıq üçün faydalıdır. Все виды спорта полезны. İdmanın bütün növləri faydalıdır. Buradan da görürsünüz gözəl cümlələr, ifadələr var. Bunlar da mütləq uşaqlarla
Buna oxşar adları dəyişərək, idman növünü dəyişərək və s. Siz də çalışın, mütləq praktika edib cümlə qurasınız. Задание 5. Укажите картинки, название которых можно заменить словом «она». Составьте с ними предложение. İndi yenə uşaqlar, ana sözünü hansı sözlərlə burada əvəz eləmək olar? Ana biz dedik ki, o qadın cinsinə aiddir və ana yanla bitən sözlər qadın cinsinə aiddir. Və ona görə bu sözlə əvəz eləyə bilərik. Əvəzliyi isimdən əvəz eləyə bilərik. Baxın, sabaka. Sabaka A-la qutarır. Ana ilə əvəz eləmək olar. Tigr, bu R-la bitir, samitlə bitir, kişi cinsli olmaz. Korova, bu A-la qutarır, bəli, olar. Ana, zəminit eləmək olar, əvəz eləmək olar. Zayet, bu da samitlə bitir, kişi cinsli olmaz. Demək, sabaka, korova. Bu iki söz bizə ana sözündən əvəz eləmək olar. İndi bunlardan cümlə quraq. Məsəl üçün, sabaka лает во дворе. Həyətdə it hürür. Korova дает нам молоко. Korova, inək bizə süd verir. Və yaxud da ana sözünü götürüb deyə bilərsiniz. Девочка гуляет, belə deyək də, daha yaxşı olar ki, sabaka ilə korova ilə cümlə qurasınız. Çünki burada ana sözü ilə qursaq cümləni, ondan əvvəl nəsə gərək bir cümləmiz olsun ki, sonra ikinci cümləmizdə it sözünü ana sözü ilə əvəz eləyir. Ona görə sadəcə bu cümləni qurduq, məncə yetərlidir. Və sonuncu tapşırığımız запишите элементы буквы D. D-nin bu dəfə də D hərfidir. Gördüyünüz kimi keçirik. Artıq A, B, V, G keçdik. A, B, V, G. 4 hərf keçmişsiniz. Bu 5-ci hərfdir. D hərfidir. D hərfinin yazmağı balacası. Bu böyüdür. Большая bukva. Bu da маленькая. Bu da balaca hərfidir. Bunları yazmağı öyrənirsiniz. Bu qədər bu dərsimiz. Hər dərsdə 6 tapşırıq var. Ümumi 28 dərsimiz var bu kitabda. Biz indi 4-cü dərsi çəkdik. Demək 24 dərsimizdə hələ ki qalıb. Onları da balaca dərslərdə onsuz da çalışacağım. Bir günə bir neçəsini videonu çəkim, paylaşım. Nəsə də sualınız olsa mütləq yazıb soruşarsınız. Sağ olun, uğurlar. До свидания, ребята. Всем удачи, всем хорошего дня. Увидимся. Пока.